Əziz izləyicilərim, gözəl müştərilərim, hər vaxtınız xeyir olsun. Bugün yenə biz Türkandayıq. Fövqəladə halların arxasında, fövqəladə şəhərciyi deyilən ərazidə, yeni bağ massivində, bax belə bir gözəl 10 sot xüsusi mülkiyyət yaşayış məntəqələrinin torpaqları, yəni təmiz Kupçalı da belə deyim sizə də, yəni el arasında Kupçalı çıxarışdı, belə gözəl torpağımız çıxıb. Təyinatı tikinti təyinatlıdır. Yaşayış məntəqələrinin torpaqları xüsusi mülkiyyət. Yəni sənədində heç bir problemimiz yoxdur və belə gözəl düppədüz torpaqdır. Görürsünüz də səliqəli, heç belə çıxmasın. Demək olar ot yoxdur, yəni torpağın üstündə. Çox səliqəli torpaqdır. Əsas yoldan olar 1 kilometr yarım filan belə məsafəsi olar. Kim istəsə konumunu ataram. Düz ortadan indi konum götürəcəm. Kim istəsə o insana göndərərəm. Ətrafda da ki evlər göz qabağındadır maşallah. Günü-gündən inkişaf edir buralar. Bir ilin içində yəni 2 qat qiymət artımı olub buralarda. Kupçalıdır çünki belə çıxmasın. Hövsanda bu dəqiqə sotu 10 minə torpaq tapmaq çətindir Kupçalı. Elə Türkan da Hövsanla demək olar bir 5-6-7 kilometr belə uzağı arası olar. Yəni mənim fikrimcə baxmamışam. İndi bizim üçün bir damcı yoldur. Dükana evə də elə bil bizim üçün də, yəni bu qədər. Kupçalı xüsusi mülkiyyətli torpaq istəyən müştərilərim üçün 10 sot. Bu Kupçalı torpağın qiyməti, start qiyməti 45.000 manatdır. Real müştəri cüzi endirmə olacaq. Yəni lazımdırsa telefonda da qiymət deyərik. Yəni istəmirəm də yəni belə incəlik olsun. Bu dəqiqə bazar qiymətləri göz qabağındadır. Bu torpağımızı əldə eləmək istəyirsinizsə, əlaqə nömrəmiz səhifənin başlığında var. Yazın bizə WhatsApp-dan, sizə konum da göndərək, WhatsApp-da rahat danışaq. Çünki WhatsApp-da baxmayın da sənədləri də göndərmək olur. İndi eləsi var ki, xüsusi mülkiyyətdə Kupçadır deyirsən, deyir ki, yox baxmaq istəyirəm. Baxmaq istəyirsən problem yoxdur. Yaz mənə şəkillərini göndərim sənə inşallah. Bu kvadrat gözəl torpağımız sizin olsun. Ətrafdakı bir də məhəllənin Xeybər. Geniş götür. Görsünlər, bax burada necə qəşəng evlər tikilib. Maşallah. Ekologiya cəhətdən də çox təmiz havası var. Kommunallarda işıq var burada, internet var burada. Qaz da məhəllənin girişindədir. Yavaş-yavaş evlər artdıqda çəkiləcək. Bu evdə yeni tikilib, belə hazır eləyim. Deyir, mən də liniyanı köməkləşib məhəlləyə verəcəklər Allahın izni ilə. Başımızı çox ağrıtmayım. Buyurun inşallah bu gözəl torpağımız sizin olsun. Allah da satana da xeyir versin. Özünüzə yaxşı baxın. Hələlik.